Baxaq deməli, 55-ci sual 1883-cü il Şimali Azərbaycan və 1916-cı il Cənubi Azərbaycan deyirsə, bu vaxt oxşar cəhət teatr binasının tikilməsidir. Teatr binası deməli C variantıdır. 19-cu əsrə aid deyil. Mirzədi Gözəl bəyin Qarabağnamə əsəri bəli bu 19-cu əsrdə, Əkinçi qəzet 1875 19-cu əsrdir. Müslüm Maqomayevin Şah İsmayıl operasının tamaşaya qoyulması bu 20-ci əsrdə 1919-cu il falandır. Düzdür, bunun ili yoxdur kitabda, amma 20-ci əsrə aiddir. Bakıda teatr binası 1883, Milli Teatrın əsasının qoyulması, bina 1883-dür, hə, Milli Teatr 1873-cü ildir. Deməli, bunlar da getdi cavabçıya. 19-cu əsrin 60-90-cı illəri Şimali Azərbaycan, yəni 1860-1890-cı illər mədəni maarifdə həyata keçirilmiş tədbirlərə aid olmayanı soruşur. Mahmud Bəyov və Sultan Məcid Qənizadə tərəfindən ilk rus-tatar məktəblərinin açılması bu 1887-ci ildir. Deməli, aiddirmi? Bəli, aiddir. Rus dilli o ilk gimnaziya 1865. Bu da aiddir, getdi. İlk qız gimnaziyası 1874-dür. Bu da aiddir. Tağıyevin Bakıda qız məktəbi 1901-dir. Ona görə də elə cavabımız D variantı olur. Hə. Sonra Sovet Azərbaycanı 20-ci əsrin 60-cı illərinin ikinci yarısı soruşur bizdən. Yəni 1950-dən o bir tərəf. Məcburi 10 illik təhsil bəlli. Məcburi 10 il 66-cı ildə cavabımız oldu A variantı. AXC-nin ikinci hökumət kabinetinin həyata keçirdiyi mədəni quruculuq soruşur. Pul vahidinin dövriyyə, pul vahidi iqtisadi, sosialdır. İlk filmin çəkilməsi, ilk film çəkilib deməli 1918-ci ildədir. 1918 yox, ilk filmin çəkilməsi Azərbaycanda bəli 1916-cı ildədir. İkinci hökumət kabinetinə düşmür, 18-dədir. Bakı Dövlət Universiteti deyir, bu 1919-dur, getdi. Müəssislər Məclisinin fəaliyyətə başlayan bir şey yoxdur. Bəli, məktəblərin milliləşdirilməsi mədəni quruculuğa aiddir. 19-cu əsrin 70-ci illəri Şimali Azərbaycanda baş verən mədəni yenilik, özü də mədəni yenilik sonra. Nobel qardaşları, bəli, Nobel 1879-dadır, amma mədəni yenilik deyil. İltizamın ləğv olunması 1872-ci ildir. İlk qız qəza məktəbi 1830-dur, bizdən 70 soruşur, bu da olmaz. İlk qadın gimnaziyası, bəli, bu 1874-dür. Mədəni də dediyinə görə elə budur. Kəşkül 1883-cü ildədir, Kəşkül qəzeti. Qələmimiz qalındır, bir dənə nazildim. Uyğunluq gözlənilmişdir. İlk Azərbaycan filmi də Uzaq Sahillərdə. İlk Azərbaycan filmi Uzaq Sahillərdə deyil. Görkəmli memardır, Hüseyn Ərəblinski aktyordur. Şah İsmayıl operası Üzeyrin deyir, Müslüm Maqomayevindir, getdi. Sonra burada baxaq. Azərbaycanda SSR Elmlər Akademiyasının prezidenti Mira Sədullahdır. Bəli, elə budur cavabımız. İlk peşəkar rəssamlardan biri Firudun bəy Köçərli rəssam olmuş, yazıçı olub. Uyğunluq gözlənilmişdir. Şərqi Rus qəzetinin Hüseyn Ərəblinski, xeyr, Şahtaxtinski idi. İlk Azərbaycan teatrını yaratmışdı Üzeyir Hacıbəyli, xeyr, Üzeyir deyildi. İlk Azərbaycanlı qadın aktrisa, bəli, Gövhər Qazıyeva idi, doğru. Sonra Leyli və Məcnun Üzeyrindir, Koroğlu da ki, Müslümün deyil, Üzeyir Hacıbəylinin bu da. Birinci Dünya müharibəsi illərində Şimali Azərbaycanda baş vermiş mədəni yenilik nə idi? Mədəni yenilik soruşur. Birinci Dünya müharibəsi illəri özdə Şimali Azərbaycan. Leyli və Məcnun, birinci dünya, bir də baxaq, birinci dünya 1914-18 aralığı bizə lazımdır. Leyli və Məcnun 1908-də getdi. Difai Partiyası 1905-də getdi. Təbrizdə teatr binası 1916-dır. Elə cavabımız, teatr binası 16-dır, amma bizdən Şimali Azərbaycan soruşur. Bu Cənubi Azərbaycanda, ona görə olmaz. Neysə, Milyonlar Səltənəti, bəli, bu 1916-dır, Şimali Azərbaycana aiddir. İlk rus dilli orta məktəb, bu da 19-cu əsrə aiddə olmaz, getdi. AXC-nin həyata keçirdiyi mədəni quruculuq işləri, mədəni quruculuq deyir. Qazaxda müəllimlər seminariyası, bir də AXC 1918-1920-yə qədərdir. Qazaxda müəllimlər seminariyası 1918-dir. Sonra elə budur da. Qazaxda müəllimlər seminariyası bu mədəni quruculuğa aiddir. 64 adı. Sonra AXC-nin həyata keçirdiyi mədəni quruculuq tədbirləri, AXC-nin mədəni quruculuq tədbirləri,
Deməli, Azərbaycanı öyrənən cəmiyyət 26-dır, getdi, AXC dövrünə düşmür. Orta təhsil müəssisə tədris dilinin ana dilində olması, bəli, elə bu olar, amma baxaq, Bakı XKS düşmür. Azərbaycanda qızlar üçün ilk məktəbin açılması bu Tağıyevdir. Olmur, AXC dövrünə düşmür, AXC 18-20-dir. Milli pul nişanlarının tədavülü, bu da mədəni tədbiri deyil, iqtisadiyyatla bağlıdır. Sovet Azərbaycanı 20-ci əsrin 20-30-cu illəri, yəni 1920-30 mədəni quruculuq, icbari təhsil 1966-dır. Yox, icbari təhsil 8 illik təhsil. 8 illik təhsil deyirsə 8 illik 59-dur. 1959-dur. İlk teatr getdi. İlk teatr 1800-dür. Pedaqoji, bəli, bu 20-30-cu illərdə deyirdiyi universitetlər pedaqojidir, politexnikdir, falan tibdir. Bax, bunlar hamısı ona aiddir. 20-30-cu illərdə yenə burada tibə aiddir, demişdik bunu. Sonra Mir Mövsüm Nəvvab, görüm düzmü gedirəm, 64, yox, belə olmalıdır. Şirvanşahlar dövlətinə aid memarlıq abidələri Şirvanşahlara aid. Gülüstan türbə. Türbə dedik Naxçıvandadır, bir getdi. Bizə Bakı falan lazımdır. Bakı, Şamaxı, bir olanlarımız sildik. Əlişah məscidi. Əlişah məscidi Təbrizdədir. Şirvanşahların Təbrizlə əlaqəsi yoxdur. Üçü də sildim. Sonra Buğurt qalası, bəli, 12-ci əsrdə Ağsu çayı sahilindədir. Buğurt, bir də Qız qalası. 2 ilə 5, 2 ilə 5 cavabımız B variantı. Hülakülər dövlətinə aid memarlıq abidələrini müəyyən edin. Hülakülər dövründə Qız qalası, bu Gülüstan qalası 12-ci əsrdir. Hülakülər 13-14-dür. Ona görə bir getdi. Bir cavabımız olanlar sildim. Əlişah, bəli, Əlişah elə bunların dövründədir. Biri 3-dür, Təbrizdədir Əlişah. Bərdə türbəsidir. Bərdə türbəsi. Sündü məscidi 920-dir. Bu hülaküləri görmüyüb. Buğurt qalası da yenə Şirvanşahlara aiddir, getdi. 3 ilə 5 qalır, cavabımız C variantıdır. Sonra Təbrizdə inşa edilmiş memarlıq. Olcaytı Xudabəndə, bu Sultaniyədədir, getdi. Əlişah, deməli Təbrizdədir, Əlişah 2-dir. Şeyx Cüneyd məqbərəsi Qusardadır. Qusarın Həzrə kəndindədir. Ona görə bu da getdi. Şam Qazan, bəli, Şam Qazan şeydədir, Təbrizdə. 15-ci əsrdə Göy məscid, bəli, Göy məscid demişdik ki, Cahanşahın dövrüdür, Təbrizdədir, doğrudur. Cavabımız olur 2, 4, 5, cavabımız olur bu. Sonra Şamaxıda inşa edilmiş memarlıq nümunələri. Şirvanşahlar sarayı. Şirvanşahlar sarayı Şamaxıda yox, Bakıdadır. Ona görə bir getdi. Birlə olan cavablarımızı sildik. 8-ci əsrdə Cümə məscidi. Cümə var Şamaxıda. Gülüstan qalası. Deyirdik, qala hardadır? Şamaxıdadır. Ona görə bu da var. Şam Qazan bu şeydədir, Təbrizdədir. Getdi. Kəlxanada, bəli, Kəlxanada deməli 1663-cü ildir. Şamaxıya aiddir. 2, 3, 5. 2, 3, 5 anı. Aha. Sonra Azərbaycan memarlıq abidələri İrəvana aid soruşur bizdən. Bir də ki, Naxçıvana aid soruşur. Gülüstan türbəsi. Türbə demişdi, hardadır? Naxçıvanda. Aynən olan variantlarımızı sildim. Şimdi Hasan da eləyək. Göy məscid İrəvanda deyil. Göy məscid var İrəvanda. 18-ci əsrə aid şeydə var. Xanlıqlar dövründə 1764-cü ildə var. Ona görə biri budur. Əlişah da şeydədir. Əlişah Təbrizdədir. Ona görə C ilə də olanları sildim. Deməli, ya-dı variantın buradan bir dənə B-ni götürürük. Naxçıvanda Qarabağlar türbəsi, bəli, bu Naxçıvandadır. Bayat qalası. Bayat qalası şeydə Qarabağdadır. Getdi, bir də Darülmülkdür. Deməli, A-cı, B, A-cı. Cavabımız D variantı. Sonra Azərbaycan memarlıq abidələri Təbriz. Olcaytı Xudabəndə dedik Sultaniyədədir, getdi. Şeyx Cüneyd dedik ki, Qusarın Həzrə kəndidir. Burada Göy məsciddir, Cahanşahın dövründə tikilən. 1-ə getdi C. Sonra Qarabağda Şahbulaq qalası, bəli, Şahbulaq qalası, Bayat qalası, bax bunlar şeydədir. Demək 2-yə də getdi A ilə B. Sərdar sarayı da şeydədir. Sərdar sarayı İrəvandadır. 1C, 2AB, gör elə cavabımız varmı? 1C, 2AB, bəli, B variantıdır. Sonra 20-ci əsrin əvvəlləri Şimali və Cənubi Azərbaycan mədəniyyət tarixinə aid ümumi cəhət. 20-ci əsrin əvvəlləri ilk teatr tamaşalarının səhnəyə qoyulması. Bu satirik mətbuatın fəaliyyət göstərməsi olar. Çünki onlarda da bizdə satirik jurnal falan şeydədir 20-ci əsrin əvvəllərində. Bunlarda da həmin dövrdə olmuşdu. Sonra 20-ci əsrin əvvəli Şimali və Cənubi Azərbaycan mədəniyyətinə aid ümumi cəhət nədir? Deməli, qızların ilk dəfə orta təhsilə ilk teatrın fəaliyyətə başlaması,
pullu şəhər məktəblərinin yaradılması deyil, qəzet və jurnallar olar. Bəli, qəzet və jurnallar çıxırdı Azərbaycan dilində. 20-ci əsrin birinci yarısı Cənubi Azərbaycan mədəniyyəti üçün xarakterik deyil, birinci yarısı. Üsul-i cədid məktəbləri 19-cu əsrdə olmaz. Ana dilində təhsilin mövcud olması əslində var idi, baxaq. Ana dilində təhsilin mövcud olması aid deyil deyir, hə. Aid deyil deyirsə də elə A variantı aid deyil də. Çünki ana dili var, qəzet və jurnallar var, teatrın fəaliyyəti var, satirik mətbuatda var. Deməli, cavabımız burada olur A variantı. 19-cu əsrin birinci yarısı və ikinci yarısı. Azərbaycan mədəniyyətinə aid ümumi cəhət, Avropa tipli dünyəvi məktəblərin fəaliyyət göstərməsi. Bəli, Avropa tipli məktəblər desə, bu qəza məktəblərini deyir, 1830, 1830, düzdürmü? 1830-da burada varsa ikinci yarısında da davam edir də, qəza məktəbləri elə açılır. Ona görə cavaba 19-cu əsrin birinci, ikinci yarısı Şimali Azərbaycan mədəniyyətinə aid oxşar cəhət. Deməli, burada da qəza məktəblərinin, bəli, elə qəza məktəblərinin fəaliyyət göstərməsi doğru. Sonra Mir Mövsüm Nəvvab tərəfindən Üsul-i Cədid məktəbinin, bu Mir Mövsüm Nəvvab şeydə olubdu, Şuşa, Qarabağda fəaliyyət göstərib, cavabımız A variantı. Yəni Şuşada idi, Şuşa da burada yerləşirdi. 17-ci əsrdə Azərbaycanda kitabxanaların inkişaf etdirilməsi üçün nə olmuşdu? Şah 2. Abbas Avropadan kitabxanaların üzün xəttatlar gətirməyib, xeyr. Şah İsmayıl görkəmli rəssam Kəmaləddin Behzadı Təbrizin Saray Kitabxanasının rəisi təyin eləmişdi. Görkəmli rəssam. Bəli, bunu eləmişdi Kəmaləddin Behzad, amma 1522. Bizdə də 17-ci əsr soruşduğuna görə bu olmaz, amma fikir düzdür. Şah Süleyman kitab çapı üçün Avropadan mətbə avadanlığı, xeyr, bu heç nə də eləməmişdir. Şah 2. Abbas kitab üzü üçün Avropadan mətbə gətirilməsinə, bəli, təşəbbüs göstərir, amma ondan sonra gələn hökmdar buna fikir verməmişdi. Ona görə cavabımız D variantı olur. Yaqub da Təbrizdə 8 behiş saray kompleksi var, amma Yaqub 15-ci əsrə aiddir, ona görə olmur. Nəsrəddin Tusi ilə Fəzlullah üçün oxşar. Dövlətin idarə etməsində, bəli, hər ikisi də dövlətin idarə etməsində iştirak eləmişlər. Hər ikisi vəzir olublar. Təbrizdə ali mədrəsəni, bəli, bu Rəbi Rəşidi yaratmışdı 13-14-də. Abaqa xanım vəziri Nəsrəddin Tusidir. Rəhbərliyi ilə Marağa Rəsədxanası, bəli, Marağa Rəsədxanası Nəsrəddinin dövründə Hülakülərin zamanındadır. Nizamiye mədrəsəsi də 1066-dır. Bunların biri 13-də yaşayıb, biri 12-də yaşayıb. 12, hər ikisi də 13-cü əsrdə, 13-14-də yaşayıblar. Ona görə də olmaz, cavabımız olur C-dir. C-D. Hanı cavab varmı ki? Bəli, var. D variantıdır. Sonra 82. Eylerverin diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Həsən bəy Rumlu, İskəndər bəy Münşi. Deməli, Səfəv Sarayın dəftər katibi. Katib olan o Münşi sözünün vəzifə adının mənası, Münşinin elə mənası katib deməkdir. Ona görə bu İskəndər bəy Münşiyə aiddir. Şah 1. Təhmasibin tarixçisi olan, deməli, budur, Rumludur. Şah 1. Abbasın hərbi yürüşlərində iştirak eləmişdi. Bu, deməli, şeyə aiddir, Münşiyə aiddir. Səfəvi tarixinə aid əsər yazmaq söhbəti də hər ikisində var. Deməli, B, D, A-cı olur. B, D, A-cı, bəli, Y variantıdır. Cami Ət-Təvarix əsəri. Cami Ət-Təvarix əsərdə Fəzlullah Rəşdəddinindir. Əsən Ət-Təvarix əsəri şeyindir, Rumlunun idi. Sovet Azərbaycanında həyata keçirilən mədəni tədbir deyil, Sovet Azərbaycanı. Sovet Azərbaycanı deyirsə, Sovet Azərbaycanı 1920-ci ilin aprelindən 91-ə qədər qurulub da, düzdürmü? 91. Ona görə Kiril əlifbasına keçilməsi, bəli, bunda keçilibdir. Bu düzdür. Sonra Amiyanın Azərbaycan filialının açılması, bəli, bu da var, bu da var. Müsəlman şərqini öyrənən cəmiyyət AXC dövrünə aiddir, ona görə olmaz. Sonra Sovet hökumətinin savadsızlıqla mübarizədə 1923-cü ildir, pedaqojidə 20-30-cu illərdir, yəni Sovet dövrünə düşür. Sovet hökumətinin Azərbaycanda həyata keçirdiyi mədəni quruculuğa aid deyil. Təhsilin ana dilində aparılması aparılırdı. Latın qrafikasına keçid, bəli, 29-da idi, var idi. İlk radio 26-dadır, var. Öyrənən cəmiyyət 1926-dadır, var. Dövlət teatrının ilk dəfə fəaliyyət göstərməsi. Bu dövlət teatrı şeyin dövründədir, AXC dövründədir, ona görə. Ana dilində təhsil daha sonraki dövrlərdə məktəblərdə falan icazə verirdilər də ana dili keçilsin. Ona görə aiddir.
Verilən mədəni proseslərin hər ikisinin hansı şəhərdə keçirildiyi müəyyən. Dünya Azərbaycanın 5-ci qurultayı bu Şuşada keçirilibdir. Xarı Bülbül festivalı bu da Şuşadadır. Şuşa da haradır? Şuşada baxın. Bu ərazidir. Ona görə cavabımız olur A variantı. Baxaq amma digər ərazilərdə 2 haradır? 2 deməli 2 Kəlbəcərdir. 3 deməli 3 Ağdamdır. 4 Füzulidir. Bir də ki Cəbrayıldır. Bura Zəngilandır, Qubadlıdır, burada Laçındır. Sonra Azərbaycan Respublikasının həyata keçirdiyi mədəni quruculuğa aid deyil. Kitab-Dəyəri Qurd dastanının 1300 illiyinin qeyd olunması, bəli, bu aiddir. 2000-ci ildə qeyd olunub. Bakıda İslam Həmrəyliyi 2017-ci ildə də aiddir. Telestudiya 1956-dır. 1956-da da Azərbaycan Respublikası var idi, yox idi. Azərbaycan Respublikası 91-dən qurulub da, ona görə bu deyil. TQTK 92-dir. Respublika bəli var idi. Sonra beynəlxalq muğamda 2008-ci ildədir. 2008-ci ildədir. Sonra Azərbaycan Respublikasının həyata keçirdiyi mədəni quruculuğa aid deyil. Cənubi Qafqazın ən böyük məscidi. Bu Cənubi Qafqazın ən böyük məscidi Heydər Əliyev məscidi. Azərbaycan Respublikasına düşürdü 2014 yadınızda deyirdik 4 dənə minarə var. Bu getdi. İlk Avropa 2015, Dövlət Bayrağı meydanı 2010 getdi. Şuşada ilk dəfə Vaqifin məqbərəsinin açılması bu 1980-ci illərdədir. Ona görə cavabımız D variantı. Təhsil haqqında qanundakı 2010-cu ildədir. 2010 yox, 2009-dadır. AXC-nin həyata keçirdiyi mədəni quruculuq tədbiri, mədəni quruculuqdur. Neft ixracı ilə, neft deyirsə, neft iqtisadiyyatdır. Latın qrafikalı əlifbaya olmaz, keçmədilər. Azərbaycanı öyrənən cəmiyyət Sovetlər dövrünə aiddir. Xalq evləri, bəli, bu xalq evlərini onlar yaradıb. Gürcüstanla hərbi müqavilələri 1919-cu il iyunun 16-sında olub, amma demək, mədəni quruculuq deyildi, olmaz. 19-cu əsrin 70-ci illərində Şimali Azərbaycanda baş vermiş mədəni yenilik 1870 Şimali Azərbaycan mexaniki qazma mədəni yenilikdir. Qazma üsulu ilə neft 1848-dir. Bu getdi. İlk teatr binasının tikilməsi 83-dür, getdi. Qori müəllimlər seminariyasının fəaliyyəti. Qori düzdür 70-ci illərdə, amma Qori Gürcüstan, Tiflisdə idi, oranındır, Gürcüstan şəhəri də olmaz. Xalq məktəblərinin yaradılması, xalq məktəbləri bəli 1874-dür, ona görə cavabımız olur bu. Yuxarı sinif, aşağı sinif söhbətdə 1912-ci ilə aiddir. Baxaq növbəti. Türk-Tatar dilinin qrammatikası Demidov. Bəx bunu dedim ki, bu Kazım bəydir. Deməli, bir Kazım bəy, doğru. Üzvi kimya, Strasburg Universiteti təhsil. Bu Mir Mövsüm Xanlarov da kimyaçı alimi idi. Elm və təhsilin inkişafında ilk Rus-Tatar məktəbi də Həbbəy Mahmud Bəyevlə Sultan Məcid Qənzadədir. Elə cavabımız A variantı olur. 19-cu əsrin birinci yarısından fərqli olan 19-cu əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti üçün xarakterikdir. 19-cu əsrin birinci yarısından fərqli olaraq ikinci yarısında. Baxaq, Qaza məktəblərin fəaliyyət göstərməsi fərqli olan, çünki aslında Azərbaycan mədəniyyəti çox xarakterikdir. Fəaliyyət göstərməsi ikisinə də aiddir. Elm və təhsilin çarizm müstəmləkə siyasətinə xidmət etməsi. Bu birinci yarıda yox, ikinci yarıda var. Yox, bu da oxşardı. Yox, bu da oxşardı, getdi. Azərbaycan dilində dərsliklərin mövcud olması. Yox. Olmaz. Bu nədir? 6 illik təhsil verən pullu şəhər məktəbləri. Bəli, elə budur. 1872-dir pullu məktəblər. Bu da olur D variantı. Birinci yarısında yox idi o, ikinci yarısında var. Şimali Azərbaycan məktəblərində fəaliyyəti ardıcıllığını müəyyən. Qəza məktəbləri 1830-dur, düzdürmü? 6 illik təhsil verən pullu şəhər bu 1872-dir, bayaq dedik. Qori bizdə deyildi. Tiflisdə də Azərbaycanın şimalını soruşur. Burada nədir? Usul-i Cədid 1869-da olmaz, bir də sonuncu 70 idi. Gimnaziya 65-dir. Avropa tipli dünyəvi bu 1830, elə bu da 1887-ci il. 1887 bu uyğun gəlir. Baxın, 72-dir son, bizə lazım idi nə? Ondan böyük olsun, düzdür? Ondan böyükdür. Uyğun gələn Rus-Tatardır. Rus-Tatar 1887 oldu. Deməli, cavab olur Y variantı. Sonra Üsul-i Cədid məktəbləri üçün səciyyəvidir. Üsul-i Cədid 1869-cu ildə Şamaxıda Seyd Əzim Şirvanidə ilk dəfə.
Avropa tipli dünya. Avropa tipli deyirsə bu bilin ki, Qaza məktəblərindən söhbət gedir. Şuşada 1830. Ona görə bu deyil. Biri çıxdım. İlk dəfə olaraq elmi biliklər ana dilində tədris. Bəli, bu üsul cədid məktəblərində ana dilində idi. Həm şimal, həm də cənubda, bəli, həm şimalda var idi üsul cədid, həm cənubda. Cavabımız olur B variantı. Şuurlu mənimsətməyə əsaslanan yalnız rus dilində təhsil verən, yox, belə rus dili zat yox idi. Azərbaycanın şimalında yerləşən dövlətlər 12-ci əsrdə ölkənin müdafiə qabiliyyətini gücləndirmə istiqamətində bir sıra addımlar atdılar. Bir sıra bölgələrin möhkəmlənməsi nəsə deyir ki, 12-ci əsrə aid olan yəqin qalaları deyin. Mənbədə verilmiş dövrdə həyata keçirilən tədbirləri müəyyən edin. Gülüstan qalası şimalda deyir. Baxın, şimalda Gülüstan qalasıdır. Möminə xatun türbədir. Olmaz. Bir də Buğurt qalasıdır. Ağsuda 1-3, 1-3. Bu variantda Əlincəçay xanəgahı falan bu aid edilmir. Xanəgah qala. Bir də adətən müdafiə məqsədindən qalalar tikilirdi. Türbə, xanəgah falan belə şey yox idi. Binanın baş fəsadı dünyada analoq olmayan ən xırda həndəsi fiqurlarla bölünmüş ağac parçalarının arasına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə pəncərə. Şəbəkə pəncərə falan deyirsə, bu deməli Şəki Xan Sarayını nəzərdə tutur. Deyir, haqqında bəhs edilən mədəniyyət nümunəsi üçün xarakterikdir. Hacı Çələbinin nəvəsi tərəfindən yaşayıb. Bəli, bu Hüseyn Hacı Çələbinin nəvəsi idi. Yalnız müdafiə, Xan Sarayı müdafiə deyildi, xanın evi idi. 17-ci əsrin 60-cı illəri deyirsə 1660 yox, Şəki Xan Sarayı 1763-cü ilə aiddir. 18-ci əsrin 60-cı. Usta Mirzə Cəfər deyildi, Usta Abbasqulu tərəfindən tikilmişdi. Ona görə burada cavab olur. Cəfər tərəfindən tikilən 1764-də İrəvandakı o saray idi. Yəni abidə idi. 13-14-cü əsrlərdə inşa edilmiş memarlıq. Deməli, Darülmülk 12-ci əsrdə Naxçıvan memarlığıdır. Naxçıvan türbədir bu, türbə. Naxçıvanda Gülüstan türbəsidir. Qarabağlar türbəsidir. Xudafərin körpüsü 11-ci əsrdir. Bir də Ramanadır. Bax, bunlar da 2, 3, 5 oldu. 2, 3, bir də 5. Sonra 13-14-cü əsrdə Bayıldı. Bu əzbər bilməlisiniz. Şamaxda qala deyiriksə 12-dir, getdi. Qız qalası 12-dir. Nardaran qalası, bəli, bir Nardarandır, bir də Ramana qalası yenə. 13-14-cü inşa edilmişdi. Yusif Küseyir demişdi ki, hamısı 12-dir, getdi. Yəni Əcəminin tikdikləri də Yusif ibn Küseyir 12-ci əsrdə. Olcaytı Xudabəndə, bəli, bu Hülaki hökmdarı idi. Biri budur. Bərdə türbəsidir. Bir də Möminə xatun. Möminə xatun yox, 12-ci əsrdə getdi. Deməli cavabımız olur 2-3. Sonra Şamaxıda 8-12-ci əsrə aid memarlıq, 8-12-ə aid, özdə Şamaxı olsun. Xudafərin körpüsü şeydədir, Cəbrayıldadır. Qız qalası Bakıdadır, bu da getdi. Cümə məscidi, bəli, Şamaxıda 8-ci əsrə aiddir. Cümə məscidi Darülmülk 12-ci əsrdə, Darülmülk Naxçıvandadır. Bir də Gülüstan qalası demişdik, Şamaxıdadır. Ona görə cavabımız olur 1-lə 5, 1, bir də 5, 1-5. Sonra 13-14-cü 1-5. 13-14-cü əsrdə Abşeronda inşa edilmiş memarlıq. Abşeron deyirsə, Ərş qalası Təbrizdədir. Nardaran qalasıdır bir bu. Dairəvi qaladır. Gülüstan qalası Şamaxıdadır, getdi. Ramana qalası da olar. Deməli, Ramanadır bir də. Bu Bakıda yerləşənlərdə 1, 2, 5. Nardaran qalası da var. Aha. 15-ci əsrdə inşa edilmişdi. Qala deyir, Gülüstan qala 12-də getdi. Şirvanşahlar, bəli, 15-dir. Təbrizdə Həşt Behişt, bəli, 1483 aiddir. Şəki Xan Sarayda 18-ci əsrdə getdi. 17-də inşa edilmiş memarlıq. Şeyx Cüneyd 1544-də Qusardadır. Nardaranda məscid. Baxın, biri var Nardaran qalası. Qala olan 13-14-dür, amma məscid söhbəti olan bu 17-ci əsrə aiddir. Nardarandakı. Özdə bu Abşerondadır, amma Nardaran buradakı Şamaxıdadır. Təbrizdə Göyməsid 1465-dir. Bu da gedir, aid deyil. Bax, bu aid deyil, bu aid deyil. Bu 1663. Nardaranda tikilmiş məscid 1663-dür. 1663-dür. Biri 2-dir. Gəncədə Şah Abbasda 2-dir, 17-ci əsrə aiddir. 1606-1607-dədir. Bakının Şərq darvazası da 16-dadır, bu da getdi. Cavabımız olur 2-4.
17-ci əsrdə inşa edilmiş memarlıq abidələri, biri İrəvanda Sərdar sarayıdır. Sonra İrəvanda Göyməsidir 1764-dür. Sərdar sarayıda güzgülü salonu, yadınızda deyirdik yassı ilə eyni ildədir bu. Bu da 1764-dür. Cüneyt 1544-dür. Suraxanda Atəşgah, bəli, Suraxanda Atəşgah da 17-ci əsr. Bunun ili yoxdur, əsridir. Şah Abbasda da nə oldu? Hə, 17 soruşur bizdən. Onda 4 ilə 5-dir. Şah Abbas məscidi də 17-ci əsrdir. Bilirəm 18 soruşur. 17 soruşur. Deməli bu olmaz, bu olmaz. 4 ilə 5 olur cavabımız. 19-cu əsrin ikinci yarısında Şimali Azərbaycan mədəniyyəti üçün Səciyyəvi ikinci yarısı deyir. İkinci yarı özü də Şimali Azərbaycan. Milli mətbuat 1875. Elə biri olarmı milli mətbuat, bəli. Bakıda müəllimlər seminariyasının açılması bu 20-ci əsrdir. Nərimanovun tərəfindən qiraətxana 1894-dür. Biri də budur. Şurada ilk qəza məktəbi 1830-dur. Əvvəlləri düşür, olmaz. Milli operada 1900-dür. Bu da olmaz. Bir də 19 düşür. Milli opera deyəndə 1908-dədir. Leyli və Məcnun deyir. Onda 1-dən 3-dür cavabımız. 13-16-cı əsrdə inşa olunmayan, 13-16-da inşa olmayan. Təbrizdə Göy məscid 14-dür. 14 nəymiş? 15-dir. Deməli bu düşür. Bu aiddir. Olunmayan soruşursa bu aiddir. Bu qeyddir. Götürmürük. Gülüstan türbəsi, bu da aiddir. Şamaxıda Gülüstan qalası, bu 12-ci əsrdir. Biri 3-dür burada. Gəncədə Şah Abbas 17-ci əsrdir. Biri 4-dür. Bakıda Şirvanşahlar Saray kompleksi o 15-dir. Bu da aid olunur. Ona görə 3-dən 4 olur cavabımız.